Dostlar salamlar. İzləyicilərimdən mənə bir çoxu müraciət eləmişlər ki, məlum hadisənin, məlum qəzasını şərh elə. Amma məhkəmə getdiyinə görə və mübahisəli məsələlər olduğuna görə mən o şərhi vermirdim. Bugün məhkəmə oldu. Bugün mən məhkəmə qərarını şərh etməyəcəm. Mən sırf qanunla bu situasiyada hər iki tərəf necə qərar verməlidir, onu deyəcəm sizə. Deməli, yol hərəkəti haqqında qanunun 42-ci maddəsi var. Hərəkətə başlama və manevr etmə və 51-ci maddəsi var. Bu, ötmə ilə bağlı olan maddədir. Hərəkət sürəti və ötmə. 42-ci maddədə deyir ki, sürücü sola dönməzdən öncə qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalıdır. Bu hansı hallara aiddir? Nizamlanmayan yol ayrıcılarına və ya kəsişmələrə. Tutaq ki, biz gəlirik. Burada heç bir üstünlük nişanı yoxdur. Bizə baş yolun istiqaməti nişanı yoxdur. Biz sola dönəndə qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalıyıq. Çünki o bizim sağımıza düşür. Bu svetoforla nizamlananda olur. Yəni hər ikimizə yaşıl yananda bu nizamlanan yol ayrıcıdır. Sola dönəndə biz sağdan, yəni qarşımızdan gələn nəqliyyat vasitəsini buraxmalıyıq. Bir çox sürücülər adətən bununla bağlı bir neçə belə müraciət olub bizim efirdə ki, əks istiqamətə nəqliyyat vasitəsi çıxıb, mən sola dönmüşəm, dəymişəm, mənə deyiblər ki, sən onu buraxmalısan. Burada bəzi anlayışları mənə elə gəlir ki, düzgün izah etmirlər. Bu nədir? Qanunda bir dənə maddə var. Orada deyir ki, zolağını dəyişən sürücü eyni istiqamətdən gələn nəqliyyat vasitəsinə yol verməlidir. Mən orta zolaqdayım, sola keçməliyəm. Solda kimsə gəlirsə arxadan, onu buraxmalıyam, sonra zolağımı dəyişməliyəm. Amma qanun həm də deyir, sola dönən nəqliyyat vasitəsi, qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalıdır. Hətta belə deyir, relsiz nəqliyyat vasitəsi. Bəs 51-ci maddədə nə deyir? 51-ci maddə bizə deyir ki, nəqliyyat vasitəsini yalnız soldan ötürük. Bir istisna var. Qarşımızdakı nəqliyyat vasitəsi sola dönmə işıqlarını yandırıb, manevrə başlayıbsa, onu sağdan ötmək lazımdır. Demir ha, sağdan ötmək tövsiyə olunur. Sağdan ötməlisən. Bu xətanı bir çox sürücülərimiz edirlər. Mən hər gün Heydər Hüseynov küçəsində geriyə dönmə eləyəndə, iki zolaqlı yolda bir dənə gedən, bir dənə gələndir. Bax, belə dönürəm ki, geriyə dönmə eləyim, asparkingdə maşını saxlayım. Bir gələ belə, long qabağımdan keçir. Halbuki o sağımdan keçməlidir. 51-ci maddə bunu deyir. Çox təəssüf ki, bəzən sürücülər bu qəzaya ona görə düşürlər ki, son baxışı etmirlər. Son baxış nədir? Gəldim, çatdım, dönmə işığını yandırdım, önə baxdım, güzgüyə baxdım, arxadan gələn yoxdur, bəlkə kimsə çıxıb arxadan. Bunu eləmirlər. Manevrə başlamaq istəyəndə bir dənə də baxıram. Çünki o 5 saniyə ərzində orada avtomobil peyda ola bilər. Amma bu təhlükəsizlik məsələsidir. Amma qanuna görə, 51-ci maddəyə görə, sola dönmə işıqlarını yandırıb, sola dönmə manevrə edən sürücünü sağdan ötmək lazımdır. Və qanuna görə sola döndüyümüz zaman qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalıyıq. Arxadan gələn eyni istiqamət deyilsə, onu niyə buraxmalıyıq? Adam əks istiqamətə çıxıb. Çox təəssüf ki, bizdə bu cür hallarda, praktikada o sürücüləri günahkar bilirlər. Və mən dəfələrlə bizim efirdə belə məsələlərlə qarşılaşmışıq. Amma o məhkəməyə verib, o həmin protokolu ləğv elətdirənlər də var. Hamıya keçmiş olsun, ölənə Allah rəhmət eləsin, içəriyə düşən Allah qapısını açsın. Çox güman ki, onlar apellyasiya məhkəməsi verəcəklər. Apellyasiya məhkəməsində bu arada başqa qərar da çıxa bilər. Praktikada da bu var. Özünüzdə müğayət olun, qaydaları pozmayın və hər zaman güzgüdə son baxışları edin.